Hər vaxtınız xeyir olsun. Bugün biz Güvən 2025-də olan alqoritm mövzusunun ətraflı yazılar olan bölməsinin izahına baxacağıq. Yəni ətraflı yazı tələb edən tapşırıqlar. Bu tapşırıqların bəzilərinin izahına baxacağıq. Yəni blok sxemin qurulması üçün. Birincisi baxaq, deyir, iki müxtəlif ədədin əbbobunu hesablayan alqoritmin blok sxemini qurun. Biz bunun üçün nə etməliyik ya uşaqlar? Blok sxem quranda tez, məsəl üçün, o blok sxemi qurmağa çalışmayın. Özünüz üçün qıraqda, belə deyək də, bir hesablama işləri aparmağa çalışın. Məsəl üçün, əbob deyil. Məsələn, əbobların tapılmasında tutaq ki, bizə veribdir ki, əbob 420 və 150. Ən böyük ortaq bölənin tapılmasıdır əbob. Məsələn, bunlar üçün deyir əbobu tap. Əgər alqoritmə görə hesablayırıqsa da, Evklit alqoritminə görə hesablayırıqsa, Evklit alqoritminə görə. Biz bunu necə eləyirik? Məsələn, burada 420 ilə 150-dən ən böyük hansıdır? 420. Yazırıq 420 çıxaq 150. Qalır buradan 270. Düzdürmü? Sonra 270-dən çıxırıq 150-ni. Yəni 150 ilə 270-in ən böyük hansıdır? 270. 150-dən də 270-dən də 150 çıxıram. Qalır 120. İndi 120 ilə 150-nin ən böyük hansıdır? 150. 150-dən də çıxıram 120. Qalır burada neçə? 30. İndi 30 ilə 120-nin ən böyük hansıdır? 120. 120-dən çıxıram 30-u. Qalır neçə? 90. 90-dan çıxıram neçə? 30. Qaldı 30. 60, üzr istəyirəm. 60. 60-dan da çıxıram, deməli, 30-u. Qaldı 30. Axırıncı sıfırdan fərqli olmalı. Yəni 30-dan 30 çıxsam sıfırdır. Deməli 420 ilə 150-nin əbobu 30-dur. Düzdürmü? İndi biz bu 30-u almaq istəyirəm. Görək biz bunu blok sxemdə qursaq necə qurarıq? Gəlin blok sxemi qurmasında diqqət edəcəyimiz nöqtələrə fikir verək. Əvvəlcə bir dənə başlanğıc yazıram. Yazdım. Sonra ox qoyuram. Bax, özümüz qiymətlər verək. Qiymətlər verəcəyimizdə bir dənə A dəyişəni verək, bir dənə B dəyişəni verək. Məsələn, A-ya verək 420. Özümüz üçün. Sonra da B-yə verək. Bir saniyə. Sonra da B-yə verək 150. Bəlkə qiymətlər verirəm, eyni şərtdə. Sonra qoyuram belə. Yazıram ki, burada şərt qoyuram. Şərt qoyuram. Deyirəm A fərqlidirmi B-dən? Baxıram ki, deyirəm A fərqlidirmi B-dən? Özüm üçün bu hissəni gedirəm. Desək ki, hə fərqlidir. Hə fərqlidir deyirsə, indi şərt qoyuram. Bir dənə də şərt qoyuram. Deyirəm A böyükdürmü B-dən? Desək ki, hə, A böyükdür B-dən. Onda əməl hissəsini, hesab əməlini yazıram. A bərabərdir, A çıxaq B. Bu hissəni dedik. İndi gedirəm bu hissəyə. Yox qoyuram. Yox hissəsini qoyanda isə, yazıram, yəni A B-dən böyükdür də, yox. B bərabərdir, B çıxaq A. Çünki fikir verdinizsə, bayaq 420 ilə 150-nin alqoritmində tapılmasında görürüz neçə dəfələrlə o hissəni yerinə yetirir. Deməli, bu dövr alqoritmdir. Dövr alqoritm olduğuna görə biz təzədən gəlirik bura. Bəs bu belə davam eləyəcək. Nə vaxt çıxışa verəcək? Nə vaxt bu həyə getməyib, yoxa gedəcək? Bunlar bir-birinə bərabər olanda. Onda biz ya A-nı, ya B-ni çıxışa veririk. Gəlin həqiqətən də qoyaq görək yerində hesablaya bilirikmi? Bax, 420 ilə 120, 150-nin əbobunun hesablanması blok sxemindən baxaq. Bir dəqiqə çəkirmi? Bəli. 420 ilə 150-nin əbobunda neçədir? Bunda bir-birindən fərqlidir. Bəli, fərqlidir. A böyükdür B-dən. Bəli, 420 150-dən böyükdür. Doğrudur. Böyükdür. Onda
A-dan, yəni 420-dən 150-ni çıxıram. Qaldı neçə? 270. A-nın təzə qiyməti oldu 270. Qırağa da qeyd edirik ki, yadımızdan çıxmasın. Sonra yenə düşürəm. 270 fərqlidir 150-dən. Hə, fərqlidir. 270 150-dən fərqlidir. İndi gəlirəm A böyükdür B-dən, yəni 270 böyükdür 150-dən. Bəli, böyükdür. Böyükdürsə də onda 270-dən 150 çıxıram qalır 120. Deməli A-nın təzə qiyməti oldu 120. Yenə qalxıram yuxarı. 120 fərqlidir 150-dən. Hə, fərqlidir. İndi 120 böyükdür, yəni A böyükdür 150-dən. Bu zaman həyə gedə bilmirəm, yoxa gedirəm. Çünki böyükdür. B neçədir? 150, A da 120-dir. 150-dən 120 çıxıram 30. İndi B-nin təzə qiyməti oldu 30. Yenə düşürəm aşağı. A fərqlidir B-dən. Bəli, 120 30-dan fərqlidir. Bəs A böyükdür B-dən. Yəni 120 30-dan böyükdür. Bəli, böyükdür. Getdim yenə hesab əməlini yerinə yetirməyə. 120-dən 30 çıxıram, qalır 90. A-nın təzə qiyməti elədir 90. Yenə qalxıram yuxarı. Yuxarı qalxanda baxıram. 90 30-dan fərqlidir? Hə, fərqlidir. Düşürəm aşağı. 90 neçədir? A-mız neçədir burada? A-mız, deməli bizim A-mız neçə idi? 90. 90 böyükdür 30-dan. Hə, böyükdür. 90-dan 30 çıxıram, qalır neçə? 60. Deməli A-nın təzə qiyməti oldu 60. Yenə qalxıram yuxarı. 60 30-dan fərqlidir? Bəli, fərqlidir. 60 30-dan fərqlidir. Yenə düşürəm aşağı. 60 30-dan böyükdür? Bəli, böyükdür. Yenə aşağı düşürəm. Gəlirəm. A-mız neçədir? A-mız 60-dır. 60-dan 30 çıxıram, qalır 30. A-nın qiyməti oldu 30. İndi yenə qalxıram yuxarı, qalxdım yuxarı. 30 30-dan fərqlidir? Yox, fərqli deyil. A-nın qiyməti neçədir? 30. Gördünüz? Bayaq da 420 ilə 150-yə 30 tapmışdım. İndi də 30 tapdım. Deməli, qurduğumuz blok sxem doğrudur.